Değerli izleyiciler, biz Gəncə rayonundan, siz Gəncənin özündən bizə müraciət etmişdiniz. Gəncə şəhərindən bizə müraciət edib pasiyenti sağlığını dəyişib. Pasiyent bir gün öncə əməliyyat olunub Tibb Universitetinin Xəric Cərrahiyyə Klinikasında. Burada əməliyyatda göstəriş nə idi? Qalxanvari vəzin sol payını əhatə etməyib, 4 sm-dən böyük bir düyündür. Və qısaca da olsa, yəni xəstə bu xəstəliyin tarixçəsi haqqında bizə məlumat verər. Siz təsadüfi aşkarlanmışdı. Boğazında qıcıqlanma hiss elədin. Getdim müayinə zamanı, dedilər ki, böyük bir ölçüdə düyün var. Sonra nə cür oldu? Kimə müraciət elədin? Qohum qonşuya? Qonşumuz burada eləmiş. Qonşu, pasiyent bizə qonşu tərəfindən yönləndirir. Çox vaxt bizdə Azərbaycanda yəni insanların həkimə yönləndirilməsində ən çox qohumlar, qonşular rol oynayır bu pasiyentdə qonşu tərəfindən. Peyman bəy idi də, bizim bir Peyman adlı bir pasiyentimiz oldu və onu da böyük bir ölçüdə zobu var idi, əməliyyat etmişdik. Yəni o da öz məmnun şəkildə bizdən buradan evə buraxılmışdı və o da öz qonşusunu bizə yönləndirir. Bu gün də pasiyentin indi hal-hazırda drenaj borusunu çıxardırıq. Belə bir narahatçılığın zaten olmadı ki. Rahat hiss elədin də özü. Əməliyyatla bağlı heç bir ağrı zaten olmadı ki. Yaxşı oldu. Yəni biz əməliyyatdan sonra drenaj qoyuruq ki, bir sutka drenaj boru yara səthində qalır. Əgər hər hansı bir maye varsa, mayeni çıxartmaq üçün, yəni drenaj borudan istifadə olunur. Və indi dərin nəfəs al, saxla. Salfet qoyarsan aşağısına. Sonra bitdi. Ağrın olmadı ki, drenaj boru çıxaranda. Yox. Yəni bir həftə müddətinə sarğı olunur, gün aşırı sarğı olunmalıdır bu yaralar. Və bir həftədən sonra kosmetik sap qoyulub. Yəni estetik olaraq, yəni sap çıxarılacaq. Yəni sapın çıxarılması üçün rayonda da çıxartıra bilərsən. Yəni orada bir cərraha müraciət elə, onu çıxarsınlar. Məsələn, yarada quru. Burada nə demək istəyərdin? Yəni bizim xidmət olaraq tibb bacıları nə cür qulluq elərlər? Yüksək səviyyədə. Narahatçılıq olmadı ki. Allah şəfa versin, keçmiş olsun. Sağ ol. Salam əziz izləyicilər, bugün biz Tibb Universitetinin Xəric Cərrahiyyə Klinikasında əməliyyat olmuş pasiyenti evə yola salırıq. Evə yola salmamışdan öncə xəstənin sarğısı dəyişilir. Yaxınlaşın, çəkin sarğısını. Yəni əməliyyatdan bir gün sonra sarğı necə dəyişilməlidir? Yəni əməliyyat xüsusi kosmetik sapla düşülür və qalxanvari vəzi böyük həcmdə olduğundan, yəni kəsiyimiz biraz böyükdür burada. Və bu şəkildə betadin məhluluna işləndikdən sonra isə üzərinə quru sarğı qoyulur. Bir həftədən sonra gələcək sap çıxarılacaq və bir də drenaj boru xaric edilir. Sizdə nə qədər vaxt bu narahatçılıqlar var idi? 10 ildir bu zordan əziyyət çəkir. Hər hansı bir müalicə almışsınız yoxsa yox? Almışsınız. Bəs şikayət nə idi? Yəni əsas boğulma, sıxılma əlamətləri? Boğulma, sıxılma var idi. Ən çox buradan sıxılma, boğulma, başı aşağı eləyəndə də boğulma əlamətləri var idi. İndi deyin görə nə cür oldu? Bu əməliyyatla gedişinlə bağlı, yəni bir şey hiss elədiniz? Hiçbir şey çox gözəl oldu. Sağ ol, doktor. Əllərinizə sağlık. Razı qaldınız da bizdən. Ki, Allah cümlənizdən razı olsun. Allah sizə şəfanızı versin. İnşallah hər şey yaxşı olur. Bizə gələn xəstələr həmişə sonunda onu söyləyir ki, biz hər şey bu əməliyyat belə rahat olasıydı, biz çoxdan gələrdik, çoxdan əməliyyat olunardı. Hansı rayondan gəlmişdiniz? Şəkidən. Şəkinin özündənsiniz yoxsa? Hansı kənddən? Çiğdəyən. Bizim orada bir pasiyent var, o məsləhət görmüşdü sizi. Buradan Şəki rayonuna, Dəhnə kəndində salamlar olsun. Bəli, bizim o Dəhnə kəndindən bir pasiyent əməliyyat etmişdi. Həmin pasiyent yönləndirib bu pasiyenti də. Allah şəfa versin, keçmiş olsun. Çox sağ ol.